Hər vaxtınız xeyir olsun değerli soydaşlarımız. Bugün bir kısa bir fikrimi sizlere çatdırmaq istəyirəm. Deməli, yadınızdadırsa, biraz əvvəl Cənab İlham Əliyev çıxış eləyərək Azərbaycan dili barədə fikirlərini səsləndirdi ki, niyə başqa dillərdə danışırıq, öz dilimizdə gərək danışaq. Yəni öz dilimizin orijinallığını saxlamaq üçün, öz dilimizin sözləri unudulmasın deyə öz dilimizdə danışmaq lazımdır. Mən onun bu fikrini dəstəkləyirəm, düz deyir. Bəli, biz o dildə, bu dildə lap olsun türk dilləri, yəni Azərbaycan türkçəsi yox olsun Anadolu türkçəsi də, biz onda danışsaq, getdikcə dilimizin özümüzə aid olan sözləri dəyişəcəyik. O türk, Anadolu türkçəsində olan sözlərlə dəyişəcəyik. Yəni bu da ki, nə bilim, doğru deyil, mən də belə hesab edirəm. Amma sizə mənim demək istədiyim odur ki, məhz İlham Əliyev elə burada Anadolu türkçəsini nəzərdə tutub bunu deyir. Çünki onun ailəsində hər kəs rusca danışır, hər kəs. Nəvələri də, qızları da, özü də bəlkə də indi evdə rusca danışır. Yəni bu adam bu fikrini bildirərkən heç də rus dilini nəzərdə tutmuyor. Mən sizə əmin edə bilərəm. Heç də rus dilini nəzərdə tutmuyor. O məhz, bax, uşaq da hiss eləyər ki, türk dilini nəzərdə tutur. Yəni Osmanlı, Anadolu türkçəsini. Çünki bəli, Azərbaycanda indi türk dizilərinə, türk sinemalarına baxanlar çoxdur və istər-istəməz insanlarımızın bir çoxu başlayır. Məsəl üçün, nə tərsən deməyə, nasılsın deyirlər, nədir, bax belə. Düz deyim, mən də heç alqışlamıram belə danışanları, düzgün deyil. Öz dilimizdə danışmaq lazımdır, tamamilə haqlıdır bu fikirdə. Digəl ki, bu adam, mən adım kimi əminəm ki, rus dilinə görə demir bunu. Çünki bunun ailəsində hər kəs rus dilində danışır. Əgər sən ölkəyə hökm eləmək istəyirsənsə, xalqına nəyisə, necə deyərlər, xalqına nəyisə tövsiyə eləmək istəyirsənsə, birinci öz ailəndən başlayacaqsan. Öz ailəndə milli dildə danışmalıdır hər kəs, sonra sən xalqa deyə bilərsən. Yəni insanın belə deyək, abırı olsa belə deməz. Yəni çıxıb bu çıxış eləməz. Abırlı adam ailəsində əgər hər kəs rusca danışırsa, çıxıb xalqa deyə bilməz ki, sən öz dilində danış. Başqa dildə danışma. Deməli, bu adamda abır həyə yoxdur. Çıxır xalqa deyir, amma evdəkilərə gücü çatmır. Azərbaycan dilindən deməli, bu Azərbaycan türkçəsindən bu adam özü əslində nifrət edir ki, ailəsində rusca danışılır. Rus söz gəlişi də güya kişi çıxıb orada indi xalqa axıl verir, nəsiyyət verir. Sən deyir, gəlin öz dilimizdə danışaq. Məhz Anadolu türkçəsini nəzərdə tutub deyir. Bax, bu adım kimi əminəm. Yəni, bilirəm də Azərbaycanda başlayıblar, uşaqlar belə, türk cizgi filmlərinə baxırlar. Bəzən Anadolu türkçəsində danışırlar. Bax, İlham Əliyev və onun başındakılar bax, o dilə nifrət edirlər, ümumiyyətlə can dərdi qoşulub bu Türk Dövlətləri Təşkilatına. Bu adamlar turançı deyirlər, bu adamlar sadəcə protokol olaraq, sadəcə boynuna düşən vəzifə kimi, ölkənin prezidenti kimi, həmçinin müharibədə Türkiyə köməklədi, yəni dronları ilə, hər şeylə. Mənəvi dəyər, siyasi dayaq olaraq Azərbaycana indən sonra da belə Türkiyədən necə deyərlər, bir güvəncə duyur özünə ona görə. Yoxsa əlində əlac olsa inanın ki, mənə Türkiyəni nəh eləyər, Türkiyəni necə deyərlər, rədd eləyər. Bax, odur ki, bu fikrimi çatdırmaq istəyirdim ki, yəni dil məsələsinə gələndə bu insan Anadolu türkçəsini nəzərdə tutur. Və biz Türkiyə, Azərbaycan xalqları olaraq əlaqələrimizi gücləndirməliyik.
Türkiyə mediası, Türkiyə jurnalistləri, blogerləri Azərbaycanla maraqlanmalıdırlar. Azərbaycan onlarla maraqlanmalıdır. Bəli, biz bir-birimizin daxili işlərinə qarışmamaq dedikdə, bunun bizə aidiyyəti olmamalıdır. Biz bir millətik. Biz bir-birimizin daxili işlərinə də qarışa bilərik. Məsələn, Türkiyədə keçirilən seçkilər, onun taleyi bizə də aiddir. Yəni, Türkiyədə keçirilən prezident, parlament seçkiləri bizə də. Çünki biz Türkiyəmizi ikinci vətənimiz hesab edirik. Türkiyəyə güvənirik, Türkiyəyə arxalanırıq. Həm də ki, qan qardaşlarımızdır, can qardaşlarımızdır. Türkiyənin inkişafı, qalxması, Türkiyənin ucalması bizim hamımızın ürəyincədir. Bunu istəməyən yalnız Azərbaycanda yaşayan sadəcə Azərbaycanlı adlananlardır. Yəni, Azərbaycandan əgər buna qarşı çıxan varsa, onlar sadəcə Azərbaycanlı adlanırlar. Onlarda türk qanı yoxdur damarlarında. Türk olan kəs heç vaxt Türkiyəyə qarşı danışmaz. Türkiyə xalqına qarşı danışmaz. Hə, əzizlərim, ümumiyyətlə vətənimizə, xalqımıza, millətimizə sahib çıxmaq lazımdır. Vaxtı çatıb, vaxtdır artıq. Sahib çıxmaq lazımdır. Necə ki, rəhmətlik böyük şair Abbas Səhət şeirində, Vətən adlı şeirində dediyi kimi, oranın ikicə yerini mən nəzərinizə, yenidən yadınıza salacağım. Vətən əcdadlarımızın mədfənidir. Vətən əcdadımızın mədfənidir. Bu o deməkdir ki, dəfn edildiyi torpaq, mədfən. Vətən övladımızın məskənidir. Vətəni satmaq olmaz. Vətən əcdadlarımızın dəfn olduğu yerdir. Onların üstündə düşmən gəzəndə, onların qəbrinə düşmənin ayağının tozu tökülür. Biz ona görə torpaqlarımıza sahib çıxmalıyıq hamısına. Sonra bir də torpaqlarımız gələcək nəsillərimizin məskənidir. Biz o torpaqları satsaq və yaxud ona biganə qalsaq, yad edilirlər onu tutsa, elə bir ki, o övladlarımızın məskənini biz, gələcək nəsillərimizin məskənini, ümumiyyətlə varlığımızı veririk düşmənə. Ona görə də millətinizə, vətəninizə, dövlətinizə sahib çıxmaq vaxtıdır. 100 dənə hər cür hakimiyyət gəlib gedə bilər. Sizdən olan da, sizdən olmayan da. Amma torpaq, vətən, dövlət bizimdir. Vaxtdır, sahib çıxmaq lazımdır. Millətimizin bu qədər istismar olunmasına yol verməməliyik. Artıq səsimizi çıxartmağın vaxtıdır. Hər şey yetişib. Sağ olun. Bu qədər. Allah hər birinizin işinizi avand eləsin. Hər birinizə uğurlar, müvəffəqiyyətlər. Çalışaq bizi, necə deyərlər, öz ölkəmizdə kölə vəziyyətinə salmasınlar və tərk vətən etməyə məcbur etməsinlər. Sağ olun. Səsimizə səs verin. Birləşmək vaxtıdır, oyanmaq vaxtıdır. Artıq necə deyərlər, hər şeyin əldən getdiyi bir vaxtdır. Təşəkkürlər diqqətinizə görə.